HK11 Ultra'nın 3-cü versiyası da gəldi bizə. Pakovkasını açsam, indi siz də baxın, silver rəngidir. Yəni bir çoxlarımız istəyirdi, qarası var idi bizdə. Belə kakraz qarası buradadır, əlimin altında. İndi silver rəngində gətirmişik, onu da açın, baxın. 2 kəmərlə gəlib, biri parça, biri silikon içində, wireless adapteri da var. Adapter başlığında mən pay verəcəm. Qara rəngi varımız idi demişdik. Bu da ki, silver rəngidir. Menü sürətli, 60 FPS-lik. İdman rejimlərini dəstəkləyir. Saatda kompas var. İşlədə bilərsiniz, lazım olsa. Qalereyada aça biləcək. Zəng gələndə danışa bilirsiniz. Səs yazma funksiyası var bu modelimizdə. Sonra tərcümə proqramını dəstəkləyir. Bu da yeni bir funksiyadır. Onu da yoxlayacağıq. Araldan kamera, player məsafədən yəni idarə olunur, o dəstəklənir. Zəng funksiyası var. Bax, klaviaturası da buradadır. Birbaşa yığa bilərsən, amma deyir ki, telefona bağla ondan sonra. Voice assistentdir, dəstəklənir, hava proqnozunu görə bilirsiniz. VRFit Pro proqramını tələb edir ki, yəni saata bağlansa daha aktiv işləyə biləcək. Donma yoxdur qətiyyən, ultradır, təmiz. Rəng getməsi də qətiyyən olmur. HK seriyası ən gözəl modellərdəndir. Dəfələrlə satmışıq. Bu da onun təzə versiyasıdır. Ekranda da özünün bir neçə şəkli var. Radnoy. Amma əlavə proqramın içindən də yükləyə bilərsiniz. Cürbəcürdür. Bir-birindən qəşəng. Qiyməti 75-dir. Çatdırma var. Səhifədən sifariş verin, mən də göndərim.